Salam, bugün sizinlə 4 ləçəkli gülün hazırlanmasını paylaşıram. Keçən videoda ləçəyi simə necə keçirdiyimi soruşmuşdunuz. Buyurun, bu videoda onu göstərdim sizlərə. Deməli, ləçəyimizi belə simə keçirdib, biraz nazildirik. Daha sonra isə keks kağızlarında qoyuruq, sabaha qədər qurumağını gözləyirik. Sonra mən çiçəyimin ortasına bu pink rəngindən tonlar verdim. Çünkü hazırlayacağım tortun üstündeki güller bu formada idi. Güllerimizin ortasına böyle kırmızı tumurcuqlardan yerleştirdik. Bunun hem kırmızısını hem ağını da istifadə etdik. Çünkü hazırlayacağım tortun üstündeki güller bu formada idi. Belə hazırladığımız güller bunlardır. Sizcə necə alınıb? Gülləri bəyəndinizsə like etməyi unutmayın.